Hər vaxtınız xeyir. Bu videoda Gürcistan Kazbek ərazisindəyəm. Burada bir marketə daxil olmuşdum və orada bəzi Azərbaycan məhsulları gördüm. Fürsəti dəyərləndirib sizlə bu barədə danışım. Əvvəl ətrafı da göstərim belə. Gördüyünüz kimi bizim bir növ Quba ərazisinə, Qusar ərazisinə oxşayan bir ərazidir. Lakin buradakı dağların hündürlüyü nisbətən daha çoxdur və dağçılığı üçün daha yaxşı infrastruktur var. Bu da o dediyim market. Azərbaycanda da mövcud olan Spar brendidir. Bu market baxmayaraq ki, kiçik marketdir. Burada bir neçə Azərbaycan məhsulu vardı. Yuxarıya şəkillərini əlavə edəcəm. Bildiyiniz kimi, bir başqa ölkədə Azərbaycanda düzəldilmiş bir məhsulun satılması müsbət bir şeydir. Amma bunu təkcə Azərbaycanda düzəlmiş məhsul kimi yox, brendin sahibinin Azərbaycan olduğu bir məhsul kimi də başa düşmək olar. Yəni, Azərbaycanda istehsal olunması mütləq deyil. Misal üçün, burada eyni zamanda Sokar da var. Sokar brendi Gürcüstanın özündə, məsələn üçün, Suriyadan nefti alıb, gətirib, elə bu ölkədə nefti yanacaq məhsullarına çevirib və bu ölkənin bazarında satada bilər. Bunun Azərbaycanda istehsal olunan bir məhsulun Gürcüstanda satılmağı ilə çox fərqi yoxdur. Burada önəmli olan brendin sahibinin Azərbaycan olmağıdır. Bunu adətən kapitalizm var da qarışdırırlar ki, sanki hər şey bizdə istehsal olunmalıdır. Yerli məhsul, ölkədə istehsal, nə bilim, corab istehsal etmirik və s. Amma corabı istehsal etməyə ehtiyac yoxdur. Sadəcə corab istehsal edən brendə sahib olmağın vacibliyi var. Amma mən bu videoda başqa bir şeydən danışmaq istəyirəm. Gördüyünüz o bu iki məhsul, hər ikisi yeyinti məhsuludur və qazanc dəyəri aşağı olan məhsuldur. Çünki məhsulun satış qiyməti təxminən 5 laridir. Amma məhsulun hazırlanması üçün və eyni zamanda bura transport olunması üçün xərclər böyük ehtimalla 3 lari ətrafında dəyişir. Yəni təxmini olaraq belə deyə bilərik. Amma onun yanında dünya brendi olan, dünyada daha çox bilinən başqa bir ölkənin məhsulu olan Oraya brendi var. O məhsulun isə maya dəyərli təxminən bizim məhsuldan bəlkə dəfələrlə az olmasına baxmayaraq satış qiyməti demək olar ki, bərabərdir və transport xərcləri də yenə çox aşağıdır həmin məhsulda. Burada məsələ odur ki, oraya da bir növ əlavə dəyər daha çoxdur. Nəinki çay və ya qatıq məhsulunda. Bu qədər. Daha çox bu tip kontentlər görmək istəyirsinizsə, iqtisadiyyat barədə azdan çoxdan öyrənmək istəyirsinizsə, bir vətəndaşın, bir adi, bir sıravi insanın iqtisadiyyat barədə bilməli olduqlarını öyrənmək istəyirsinizsə, YouTube kanalımı, Instagram kanalımı izləyə bilərsiniz. Sağlıqla qalın.